Baş sponsor Lake City Yaşayış Kompleksi. Sponsorlar Oba Marketlər şəbəkəsi, Çayka Şirniyyat məhsulları, Trend vitaminli içkiləri. Tozdayıq, ilk öncə gəldik Qənaətin məkanı Obamıza. Alışverişimizi edib yollanırıq Günel xanımın həyətinə. Siz də Obaya gəlin, alışveriş edin. Çünki Oba hər ay yox, hər an endirim edir. Ləzzət axtarışında bu dəfə Tovuzun Yuxarı Ölsüzlü kəndindəyik. Maşallah, baxıram ətrafa. Kəndin adı Ölsüzlü olsa da hamının öyü var. Özdə yüksək səviyyədə. Biz qışda olmuşduq ləzzət axtarışında Tovuzda. O vaxtı bizi qarda qəşəng qarşıladılar. Çox gözəl yeməklər bişirdilər. Bu dəfə də isti yay günlərində gəlmişik Tovuza, Yuxarı Ölsüzlü kəndinə. Qəşəng bizim üçün yeməklər hazırlayıblar. Hazırlayan xanım da özü aşıq sənəti ilə məşğul olur. Aşıqdır. Aşıq Günel xanım Tovuzlu. Bugün Günel xanımın həyətindəyik. Getdik, bizi gözləyirlər. Nə tərsiz? Yaxşı. Yaxşı. Yaxşıyıq. Dərdiniz alın, nə tərsiniz? Yaxşı. Tovuzlu musunuz siz də? Aha. Ay kələm, nə o? Mən sizi takip eləyirəm. Hardan takip edirsən? Zırt-zırtdanımı siz oxuyursunuz Ay, da. sağ ol. Mən sizi YouTube'dan takip eləyirəm. Hə, kişi adamsan. Eləməkdə davam elə. Elə bir adamın həyətinə gəlmişik ki, sazlı, sözlü, bay 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 bay. Vay, bəh 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 bəh, vay bəh. Hoş gəlibsiniz elimizə, obamıza, Peykanlıya, Öpürəm sizi. Yuxarı Ölsüzlü kəndinə, Tovuz elinə, Allah sizləri minputaq eləsin. Öpürəm. Bugün Günel xanımın bunu ata Həyətində, yurduna bəli, yığılmışıq. bəli. Allah, o insan bizim həqiqətən başımızın tacıdır, bizim bacımızdır, qeyrətli bacımızdır. Gözəl Həm də sənətkardır. sənətinin yiyəsidir. Kəndinizin qəşəng adı var, Yuxarı Ölsüzlü. Bəli. Ölsüzlü. Amma maşallah hamının qəşəng öyü var burada. Ölsüz adam görmədim burada. Ölsüzlü elə bil dədə baba adıdır. Gözə gəlməmək üçün elə demişik qardaş. Ha? Hə, gözə gəlməmək üçün gərək öyünü Deyirəm də bildirməyəsən. maşallah elə baxanda ölsüz burada adam qardaş maşallah öylərin damına bax. Ölsüzlüğündən getmir, ürəyinə quzu kəsərəm. İlk növbədə xoş Bu gəlirsən. yana gəl görüm ya sən maşallah. Biraz qorxuram Sən səndən. mən gələnə qədər yemirsən nəyi var abi? Tərbətliyəm. Sağlamsan bir şey bizə? Deyir ki, dolmatlı ilə üzbəüzdür.
yesinə qayna kəllə süzdür. Can ölsüzdür, can ölsüzdür. Xoş gəlirsiniz bizim elə bizim olmaya. Respublikamızın elə rayonları var ki, doğruda ora həyata girəndə sazın, musiqinin, sənətin qoxusu birinci gəlir. Bax, Tovuz da elə bir yerdir ki, girəndə Tovuza elə bir ki, sazın səsini eşidirsən yüngülvarı, aşığın səsini eşidirsən yüngülvarı, qulağına gəlir. Valla, bura gələndə biz yuxarıdan hələ bu araya girməmişdik, sazın səsini eşitdik. Bəli, bəli. Özə sazın səsini eşidəndə adam belə qəribə hisslər keçirir. Həm belə sevirirsən, həm kövrəlirsən, o qədər o doğmadır bizə saz. Əziz qardaş, saz bizim ulu babalığımızdır. Saz bizim kökümüzdür, soyumuzdur. Bizim əcdadımızdır. Bunun üçün də biz sazla yaşayırıq. Bizim qanımızda axan bax bu damarlarda axan qanımız türklər deyə kanında var. Bu bizim qanımızda var. Bəli, bizim eləmiz obamız, bizim vətənpərvərliyimiz, igidliyimiz, hər şey Koroğlu döyüşə girəndə sazla girir. Üzr istəyirəm Kamandar müəllimdən başda birinci olmaq şərti ilə ağsaqqalımızdır. Elimizin obamızın salib seçilən oğullarındandır. Deyir ki, səfalı bulaqlar dolu yaylağını verməmisən. Nərgiz bənövşələr bitən oylağını verməmisən. Düşmana bircə qarışda torpağını verməmisən. Səninlə qürur duyur Azərbaycan Tovuzum. Tovuzumun gözəl bir kəndində, gözəl bir elində, gözəl bir ocağında, Nəsib bəy, Yusuf bəy yurdunda, bizim Aşıq Səməd elindəyik. Dəyərli qardaşlarımız hamımız yığılıb bura. Sizin öz əsl işiniz. Mən görürüm kebab çəkirsiniz orada. Sadəcə qonaqlar gəlir deyənə çəkirsiniz, yoxsa kebabçısınız? Yox, mən Güney xanımın qardaşıyam. Qardaş, işin nədir? İşin meyxana demək. Meyxanası. Tovuz elə bir yerdir ki, hər yurtda, hər evdə orada saz var, orada söz var. Və yeri gəlmişkən xoş gəlmisiniz. Çox sağ olun Güney xanım. Bayaqdan danışdıq Güney xanımın dəvətinə gəlmişik. Xoş gəlmisiniz. Gözüm üstə yeriniz var. Mənim dəyərli müəllimim buradadır. Kamandar Tağıyev buradadır. Müəllim necəsiniz? Kevizən var. Ustad oğlu buradadır. Aşıq Ələskər, Çopur Ələskər. Ustad aşığımız Allah rəhmət eləsin. Mən onun şəhərdə olmuşam. Onu da o insanı tanımayan adam yoxdur. O kişi də onun oğludur. Mən özümə şərəf bildim ki, məndən qabaq müəllimin Müəllim, sözləri danışın. Hər biriniz xoş gəldiniz Tovuz Sağ olun. elinə. Mən Günelin ilk dəfə tanıyanda indi Günelin özünün qızı var. Öz yaşındaydı, elə o yaşdaydı. O yaşda sizin yazı yarar. Mən asıl bizim qonağımızsınız. Burada da bəyək yaxşı dediniz. Elə Tovuzda şeirlə qarşılayırlar, sazla yola salırlar. Maşallah olsun. Çünki Doğrudan saz elədir. Türkün ruhunun səsidir də Bəli. bilirsən. Deyir qonaq oldum Tovuz adlı mahala. Hər sinədə 1000 bayatı var imiş. İndi bildim bu torpaqda ellərin nə bu satı, nə həyatı var imiş. Ağır eller ustadınla öyündü, qəlbi sazın havasında döyündü, şeirin tacı, bozalğarını söyündü, şairlikdə əsli zatı var imiş. Yaz eləyib irin qarlı fəsilini, sənətinlə çox uzaqdı nəsilini. Aşıq Mirzə yandıranda əsilini, o daloyun çata-çatı var imiş. Aşkları söyləyəndə Nəcəfdən, seçilmədi sözü dürdən sədəfdən. Bir kəlməsi yayınmadı hədəfdən, hər sözünün 7 qatı var imiş. Mənim ən sevimli, yəni tariximdə şagirdlərimin ikisi burada iştirak edirlər. Biri Aşıq Türdür, bir də Güney Tovuzlu. Əla. Deməli belə bir söhbət vardı. Biz yeməkləri müzakirə edəndə Güney xanımdan dedi ki, kebab, dedim ki, kebab əziyyət çəkməyin. Biz onsuz da biraz fərqli yeməkləri çəkirik. Dedi ki, yox, hələ fərq ondadır ki, o kebabı sizə mən bişirəcəm. Aşıq kebabı başqa. Amma deyim, mən yəni bu yaşa kimi aşığın əlindən yeməmişəm kebab. Bu günləri təsəvvür edin ki, söz, sənət sahibi qəşəng öz əlləri ilə bizə kebab bişirəcək. Nə yeməklərimiz var, nə yeməklərimiz. Baxın, Tovuzda 40 dərəcə isti olsun, yenə xəngəl yeyilir. Çünki bizim sevimli yeməyimizdir. Amma sizə bugün xəngəli yenə fərqli bişirəcəyik. Nə ilə? Qara unla. Bax, baxanlar olacaq. Aha. Yanında kənd beçəsi, kənd çolpası, o soğança ilə qızarır, o ayrı bir şey olacaq. Xəngəlin özünün üstü isə soğança, pomidoru soğançalı. Zövqə görədir. Zövqə görədir. Mən sizə bir şey deyim, doğru, bizim bölgələrimizdə biz çox oluruq da. Eyni yeməyi, amma fərqli bişirirlər. Baxın, kartoşkalı xəngəli biz Gədəbəydə yemişdik, amma burada qara undan
hazırlayıcılar. Bu deməli artıq bu fərqdir. Qurudu da var. Tozdayıq. Yuxarı Ölsüzlü kəndində Aşıq Günər xanımın həyətindəyik. Bu tovuz kebabıdır. Özü də Aşıq Günərin əlində. Öz əli ilə duzunu belə özü vurur, hazırlayır. İsti kebab yağlı fətir. Bəh, bəh! Doymaq olmur gənə gətir. Bay 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 bay! Bığlarını arada bir, bığlarını arada bir. Eşdi burdu müşfiqəmi, eşdi burdu müşfiqəmi. Dərdin alım müşfiqəmi, xoş gəlmisən. Müşfiqəmi! Alam. Ay dərdinizə alim, ay Günər xanım. Can, Nə olacaq bugün başqa yeməklər? nələr var, nələr. Orada buğlama var. Buğlama Toz var. buğlaması. Özüm mənə bax, qardaşımı yaxın buraxmadın, özüm bişirəcəm ha. Onu da özüm Elə bişirəcəm. yeməklər var ki, yarısını o elə bir yarısını mən Ha? eləmişəm. Məsələn, Amma- hamının əziyyəti var da. Var amma indi bu cəmaət hamısı bu yeməyi gözləyir. Hamısına əvvəla təşəkkür edirəm ki, sağ olsunlar mənim başıma yığışıb, mənim əziyyətimi çəkirlər. Bizim əziyyətimizi çəkirlər daha doğrusu. Sağ olun. Qardaşımın əziyyətini dana bilmədim. Pörtləməni o həll eləyibdi. Buğlamaya baxma la. Onu buğlamanı bir zəhmət. Bəh, 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 o məndir. Anam. Deməli, onun tərkibi nədir? Acı bibər, şirin bibər, pomidor, Sarımsaq. sarımsaq, 1-2 dişdə belə. Aha. Təmiz quzu əti. Başqa duz istiyor zövqə görə yəni. O dağlarda otlayan, o dağlarda otlayan. Quzunun. Quzunun əti tamamilə başqadır mənim qardaşım. Bax, adı hələ bir. Biz o dağda otlayan Bir dənə quzunun hələ bu- ətinə kək otu vurmuruq. Bax. Hələm tam bişməyib. Onun bir dənə. Hey, doğrudan bu necə? Titrir ət orada, belə əsir. Oo. Doğrudan deyim ki, kebabı yaxşı bişirir ha. Hiss edən görə bax, vaxtında çevirir. Nə qədər imkan sahibi olursan ol, gələn qonağına ən azından özün kebabı çəkib süfrəyə qoymursansa, o yeyib içməyin heç bir ləzzəti yoxdur. Tam sənin Özün elədiyin. Bəli, özün. Mən. Özün əlindən çıxanda daha gözəl olur. Ay sağ ol. Bu gözəl Aşıq xanımın əlindən çıxmış bu kebabın dadına indi baxacağam. Hazırdır, hazırdır, Hazır. yanır da gəl. Gözəlliyə bax, gözəlliyə Elə bax. onlara deyirlər, qeyrət var bu torpağın qarışında, kimsə olmaz müşfiqin yarışında. Müşfiq ilə ləzzət axtarışında. Ayca! Kebab qanlı olsa yaxşıdır. Ayca! İgid canlı olsa yaxşıdır. Möhtəşəm. İgid canlı Olsa yaxşıdır. Bunu istəyirdin? O kişi çox şirindir, öz kəlməsin. Gəzir vətənimizin hər bir bölgəsin. Aşkar edir Azərbaycan süfrəsin. Bax belə açanlı olsa yaxşıdır. Bax belə açanlı olsa yaxşıdır. Sağ ol Ayşə. Qanlı olsa yaxşıdır. Kebab qanlı olsa yaxşıdır. Ay Allah eyləsin sənin köməyini. Bu verilişin saf etsin gələcəyini. Bölüşürsənsə bir tikə çörəyini. Adam elə imkanlı olsa. Olsa yaxşıdır. Adam elə imkanlı olsa yaxşıdır. Kebab qanlı olsa yaxşıdır. Vay. Halal olsun mənim qardaşım. Onu ver mənim baba qardaşıma o yesin buna Yaxşı, bax. meyxana dediyin kimi onu da sənə verirəm. Amma düzünü de. Əllərinə sağlıq aşıq. Amma düzünü de. Allah haqqı əllərinə. Pislisi denən pisli, vallahi heç nə deməyəcəm. Vallahi canım üçün doğrusunu deyəsəm. Allahı billahi deyirəm ki, Tuzu üstü yoxdur, hər şey yerində. çox adamla, çox adamla. Bəlkə də beləsinə dadlı kebab. Heç yadımda dur nə vaxt yemişəm. Halal qoşunuzu.
Əllərimə sağlıq aşıq. Necə bişirirsən canım? Allah haqqı çox süper. Ha, bunlar ne kadar bir şey var bunun. Mən də baxım da dadı. Sən baxıram ki, 11 kəsənlə doyası deyirsən. Orası yeməkləri deyir saxla. Mən hamısına yer var. Sən tozda tez-tez gəl, toz tez-tez. Allah. Tozda bir yeməklər var, qat açılmamış. Oldu, mən bu kebaba görə mütləq toğuza bax, bu həyata gəlməyim yenə. Gözüm üstə yerim var. Xoş Ha bax, gəldin. gəlsən başının dəsinlə bir yerdə gözümüz üstə yerimiz var. Oo. Hamısını yedi, hamısını yedi. Qaldı bizə, hamısını yedi. Gəl bura. Bu isti yay günlərində ən çox ehtiyacımız olan sərin içkilərdir. Bir içki var ki, həm içib sərinləyirsən, həm də vitamin qəbul edirsən. Hansıdır o? Vitaminli trend içkiləri. Trend içkilərini yalnız oba marketlərdən əldə edə bilərik. Xoşbaxtlıq, fıravanlıq arzulayıram sizə. Elə bununla da bu buğulamamızı deyirəm süzək dənə qablara, yeyək dadına baxaq. Aşığın əlindən çıxan bu buğulamanın dadı başqa olur. Dərdin əlim. Sazlı sözlü pörtləmə buğlama. Kebabı əlaydı. Müəllim, Günə kebabı. kəm eyləmə pörtləmənin tuzunu ha. Tuzu kəm oldu saat dadı olmaz. Vay vay vay. Maşallah, bu qızın əlindən hər şey gəlmiş. Bax, deyirlər ki, müğənnilər, aşıqlar yemək bişirə bilmir. Düzdür? Gördük, bu yalan söhbətiymiş. Zəhmət olmasa. Onu bugün bildik. Müğənni olduğun, aşıq olduğun fərq eləmir. Əsas odur qadınlığını göstərməlisən. 100%. 100%. Amma ən gözəlini eləyə bilmir. Amma nə isə eləmək lazımdır. Müşfiq bəy, əgər məsləhət eləsən, bəlkə Ayxan balamız bir gözəl mahnı oxusun. Ayxan balamız Respublikamızın xalq artisti. Ha, buradan Qardaşımdır. buradan o gözəl sənətkarları salamlayırıq. Sağ olun, Allah razı olsun. Eşq olsun deyirik. O Gözəl mahnı oxusun. bizim Muhtəvadan çəkin. gözəl müğənnilərimiz Şəkilidirlər də bilirsiniz də, onların evində qonaq olmuşuq. Buradan salamlayırıq Gülyaz, Gülyana bacılarını. Mənim də dəyərli müəlliməm oldu. Eşq olsun. Gözəl xanəndələrimiz Gülyaz, Gülyana xanımın tələbəsindən. Və bu gün də bu süfrədə gözəl aşığımız Günel xanımın buğulamasından yeyəcəksən. İndi sən buğulamanı yeyib oxumaq istəyirsən, yoxsa buğulamadan qabaq
Fərqi yoxdur. Yox, yox, buğlamadan qabaq olsa yaxşıdır. Bəli, Çünki bəli. ətin altda qalar, buğlamanın altda qalar səs. Aa, İki bəs var. Ona görə də əvvəz oxsa yaxşı. belə şeylər varmış. Amma onu indi bildim. Getdi. Hər yan çəmən, çəmən zar, hər gülün öz ətri var. Hər yan çəmən, çəmən zar, hər gülün öz ətri var. O günlərdən birini, o günlərdən birini, yar sən üçün dərəydim yar. O günlərdən birini, o günlərdən birini, gəl sən üçün dərəydim yar. Lalənin bağrı qandır, bənövşə perişandır. Getmə, getmə, amandır. Getmə, getmə, amandır. Güllər səndən inciyər. Getmə, getmə, amandır. Getmə, getmə, amandır. Günlər bizdən inciyər. Sağ olun. Alkışlar. Yaşa, yaşa. Eşq olsun. Çox sağ olun. İndi bu gözəl ifanın üstündən mən Bəli. gəldim ki, Niyə buğlamanı? qəşəng bir buğlamanın dadına baxın. Baxaq, Müşfiq bəy, bayaq əmoğlu gördünüz də mənə kömək elədi kabab çəkməkdə, Aha. buğlama bişirməkdə. Bu gözəl insan da xalam oğludur. Aa, xaloğlu. Nəslimi yığmışam bura. Bütün xaloğullar, dayıqlar hamısı burdadır ya, Hamısı maşallah. mənim böyük qardaşlarımdır. Allah İndi can mən sağ istəyirəm buğlamanın dadına baxsın, görək bundan da 5 nəmi keçəcəm yoxsa baxın da. Vallahi mən nə deyim, dərdiniz alim, mən heç dəyə baxam deyirəm, bu dəqiqə orada bir dənə qaralamışam bir dənə o buğlamanın o quzunun budunu. Bu dəqiqə onu çəkəcəm dişimə. Bu gör necə bişibsə, vay. Əssalam. Bax, buğlama budur. Buğlama budur. Çox dadlıdır, çox. Xoş olsun. Əziz müəllimim. Qiymətini sən vermisən illər öncə. Mən 5 yazdım. Aşıqda. İndi bu gör pörtləmədən Elə sazda da 5, sözdə də 5, pörtləmədə də pörtləmədə də ki 5. odur. Nəsə burada bir sir var. Özüdür. Nəsə burada bir sir var. Mən o siri gedənə qədər tapacağam. Oyda ət. Ben o kadar pamuk kimi bişib qalmır burada. Ho. Doğrudan. O həyatda yetişəndir. Vallahi deyir arxadan da. Ha, arkadan biz bakıyoruz. Öz bağımızdadır. Öz bağımızda. Bu yeməklər çox dadlı bir şey bu gün. Bunun üstünə balaca buradan bir dənə. Evet, belə qoyuruq. Bir Mayxan bir mahnı oxuya. Olur belənsinə. Bu mahnının sədələri altında da biz ötləmədən ye. Of, Nə of, of. gedərik. Şərəfə. Aylı gecə sərin külək göyçəmə. Bəh, bəh, bəh. Dörd yanımız ətir saçan yasəmən. Aylı gecə sərin külək göyçəmən. Dörd yanımız ətir saçan yasəmən. Ancaq mən heyrətlə qərq edən, ancaq mən heyrətlər qərq edən. Nə çiçək, nə çiçək, Nə səməndir, nə çiçəkdir. sən, 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 sən. Sən, 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 ay canım, sən, sən, sən. Sən, 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 Yenə də sən. sən, sən. Bugün bizim
ağız dadımızı gözəl dəyişən Günay xanım. Nuş olsun Egidi. Egidi. Yine dacdığın yoktu. Mən yeyib gəlmişdim oğlum. Nə oldu mən görürsən ha? Saymışım. Nə olacaqsa bu gün axşama qədər qulluğuzdayam. Nə var qoyun ortalığa yeyək. Qonşu oba qiymətləri əridir. 13-26 avqust tarixləri arasında alış-veriş zamanı Oba Plus mobil tətbiq üzvlərinə özəl 1 kiloqramlıq hər gün kərə yağı 11 manat 99 qəpiyə, Aləmşah basmati düyünün kiloqramı 3 manat 49 qəpiyə, 3 kiloqramlıq Ariel yucu toz çeşidləri cəmi 9 manat 99 qəpiyə təklif edilir. Qonşular, alış-veriş zamanı Oba Plus mobil tətbiqini kassada oxutmağı unutmayın. Obi, 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 qonşunun sevimlisi. Sən orada bizim üçün nə hazırlayırsan? Mən xəngəl. Xəngəl. Xəngəl qara ondan. Qara undan. İndi sən mənə bir dənə dinən bibizan. Bu xəngəl qara undan dietik xəngəl sayılır, yoxsa dadına görə belə? Dadına görə. Bəh. Dərnalim. Ayxan, indi bayaq dediyin yeməyi hazır etsən də. Nəydi adı? Ağsoğlaq. 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 Niyə görə Günay xanım dedi ki, sən onu yaxşı bacarsan? Bilmirəm, sən ümumiyyətlə yəni yemək yaxşı bişirənsən, yoxsa təkcə bunu belə xüsusi bişirirsən? Biz tərəflərdə var da aşbazlıq qabiliyyəti. Yox. Ana tərəfdə o əldən ələ Niyə bunu dedi? Buğlamanı sənə deyək də bişirəsən də, xəngəli sən Onlara da bişirəsən kömək də. edib də. Öyle Onlara hər da şey kömək kömək edib. eləmiş. Ha? Amma bu qismi buna həvalə elədim. Yaxşı, bir dənə bir şey soruşum. Mamacan dərdinənim, mamacan başıma dönüm. Ay bibi, Ay can. bu yemək Gəncəbasar yeməyidir, yoxsa təkcə Tovuzda ancaq? Təkcə Tovuzda. Mən burada görmüşəm. Məsələn, Şəmkirdə, Gəncədə, Bu tərəflərdə noxud. Doranboyda belə Noxudlu dovğa hazırlayırlar. Amma biz tərəfdə ağsoğlaq. Ağsoğlaq. Amma onda çoxdan iki yeməkdir də. Gürcüstanda da var bu yemək. Bu Gürcüstanda. Amma onlar daha fərqli eləyirlər. Biz əslində yeməyin o bişmə prosesini heç vaxt göstərmirik, amma bu yemək mənə o qədər maraqlı gəldi ki, mən istəyirəm ki, sən bunu göstərəsən. Bunun əsas mahiyyəti nəhrə yağı ilə bişməkdir. Tam nəhrə yağından. Tam nəhrə yağı, bəli. Nəhrə yağı. Və ondan sonra Esirik. bişəndən sonra Aha. onun ilk birinci tavaya tökülür qatıq və içinə doğranmış göy soğan. Görə də bilərsiniz. Kişmiş düyü deyil. Ha, bu qatıq bişməyə qoyulmur ora. Yox. Döyğadə sadəcə yumurtalı. Çox maraqlı. Qayğana bişir, sonra qatıq göyərti ilə qarışdırılır. Ağ soğlağın dadına baxacaq Tovuzda. Yumurta. Dadı var. Arxanəllərin var olsun. Çox dadlıdır, qəşəngdir. Əllərinə sağlıq Arxan. Yəqin ki, belə
İlk dəfə görənlər resepti də yadına saxladı. Göy-göyərti, qatıq, yumurta. Sponsorumuz dadlı, ləzzətli Çayka şirniyyatlarıdır. Çayka şirniyyatlarının o qədər çeşidləri var ki, saymaqla bitməz. Rayonlarımızı, şəhərlərimizi gəzirik, harda samavar çayı görürük, elə çayın böyründə də Çaykamızı görürük. Çünki çox dadlısan. Müşfiq qonaq gəlib Bay bay. bizə, müşfiq qonaq gəlib bizə, əlində çayka hədiyyə, əlində çayka hədiyyə. Çaykanın şirniyyatı bəzəkdir süfrəmizə, Bay bay. bəzəkdir süfrəmizə. Müşfiq qonaq gəlib bizə, əlində çayka hədiyyə. Ha! Çayımız ve çaykamız. Dərdin zalim, əvvəldən dedim ki, bugün sözlü, sənətli bir adamın evindəyik dənə. Güney xanımın, aşıq Güney xanımın həyətindəysə, evindəysə, dərdin alim. Burada deməli söz olmalıdır, aşıq musiqisi olmalıdır. Düzdürmü? Toz qatlaması, bunda dadına baxacam. Düzdür, bizim şirniyyatların şahı da yanımızdadır. Sponsorumuz Çayka şirniyyatları. Yiyib biraz şirinləşək, ondan sonra keçəcəyik. Xingəlimiz var. Vay 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 vay. Bir aşıq musiqisi. Gəl balam gəl. Dindirməyin dərdim çoxdur hazara. Dindirməyin dərdim çoxdur hazara. Məni bir ala gözü ceylan öldürür, ceylan öldürür, ceylan öldürür. Kılıçsız süfəysiz aler canımı, kimsə bilmir pünhan, pünhan öldürür. Ay balay 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 ölürəm. Kimsə bilmir pünhan, pünhan öldürür. Ana eylim balam, ana eylim, ana eylim balam, ana eylim. Ay balay 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 ölürəm. Kimsə bilmir pünhan, pünhan öldürür. Aleylim. Ay balay 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 ölürəm. Vay 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 vay. Yaşa aşıq yaşa. Üzümə eşq ilə baxıb gülmədin. Allah Allah. Ağladım göz yaşımı, özün silmədin. Bir dəfə sevincini mənlə bölmədin. Mən sənin dərdini böldüm azalım. Vay 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 vay. Dedim ki olacaq qəlbimin təni, söndü o bağçanın gülü gülşəni.
Atanla da belə çox sevirdim səni, sən gedib özgəni sevdin azalım. Bilirsən mən necə darıxdım sən üçün, o qoca dağlar üçün, duman üçün, çəl üçün, necə bülbül darıxır həmin səmən üçün. Sən gəlmədin, mən də öldüm azalım. Ay vay vay, aydan aydan. Ələskərəm bir gözələ mehmanam, Ələskərəm bir gözələ mehmanam, ölməyincə çətin, dönəm uysanam, dönəm uysanam, dönəm uysanam. Bəh, bəh. Əzraili qanlı görməsin ana, məni bir ala göz, ceyran öldürür. Ay balay, 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 balay. Gözəl toz. Əzraili qanlı görməsin ana, məni bir ayla göz, ceyran öldürür, ceyran öldürür, ceyran öldürür qadanlar. Yenə gəldi yazayları, yenə gəldi yazayları, bülbül gülə naz eyləyir, bülbül gülə naz eyləyir. Sevirəm sözün deməyə, ay sevirəm sözün deməyə, dodah dilə naz eyləyir, dodah dilə naz eyləyir, naz eyləyir, naz eyləyir, naz eyləyir, naz eyləyir, dodah dilə naz eyləyir, dodah dilə naz eyləyir. Vah vah! Aşıq əhliman çarası, gözümün ağı qarası. Aşıq əhliman çarası, gözümün ağı qarası. Öldürür zalım balası, yandırır zalım balası. Gülə gülə naz eyləyir, gülə gülə naz eyləyir, naz eyləyir, naz eyləyir, olan qıza naz eyləyir, naz eyləyir, naz eyləyir, naz eyləyir, naz eyləyir, qız oğlana naz eyləyir, oğlan qıza naz eyləyir, zalım qızı naz eyləyir, bilə bilə naz eyləyir. Hey! Mənim komandam eşq olsun, mənim komandam eşq olsun. Eşq olsun. Səsinizə qüvvət. Can, Maşallah, var olun. maşallah olsun. De görüm bir o qatdamanı pişirtdirmisən. Bax o qatlama ilə çay içdin ya yox. Bax, onun dadına baxıram. Dərdin alım, çox gözəl. Dərdlə deyirsən ki, qız oğlana naz edir, onu bildim. Bu oğlan da qıza naz edir. Var bu kəlmələrin içində. Var da Yoxsa indi- özün elə improvizə elədin onu? Yox, bir şey dedim də indi aşıqlar İndiki zamanədə elədir. Yaman deyəsən eləmisən onu. Artıq oğlanlar qızlara Naz naz eləməyə eləmirsən deyə. başlayırlar. hər aşığın özünə məxsus bir oxunuş tərzi var da. Mən də oxuyanda istəyirəm ki, nəsə bir bəzək-düzək verəm o mahnılara. Amma o kəlmələrdə oğlan qızan sözü yoxdur. Yox, oğlan qıza naz eləyir. Niyə oğlan da qıza naz eləyir də? Doğrudan. Qız oğlanın dərdindən ölür, oğlan deyir ki, yox mən istəmirəm. Ha yazıq qız yazır oğlana, o da deyir mən istəmirəm. Ay istəyir ha, prosto elə bil özünü sındırmır məsələsi də. Bədi bax doğru severəm, inanmırsanmı? Severəm, inanmırsanmı? Bilirsən nə yoxsun? Olur mu elə şey? Seversən, sev, sevmirsən proşkoy dərmi. O temadır da qardaş. Ha, o temadır. Hə. Öpürəm sizi, var olasınız. Güney xanım, mən gedim bir dənə bu xəngərin dadına baxım. Gedəkmi? Kartoşkalı, qara undan, tozda, yuxarı, Öysüzlü kəndində. Yetişdi toy axşamı, durun yandırın şamı, süfrəyə xəngəl gəlir kartofla, qarşılayın Bir onu. yaxından çək. Bir bunu yaxından çək.
Qara unun xəngəli. Qara unun xəngəli. Ağ Nəhayət ki, xəngəl hər yerdə var. bu gün aha. Qara unun xəngəli tovuzdadır. Aa. Kartofu tovuzdadır. Ha, Tovuz var. kartofudur. İndi bunu nə tər hazırlayacağıq? Bilər, Allah canım. sizə də ömür versin. Allah sizin canınızı sağ eləsin. Çox sağ ol qadın. Ha, qardaşım, sən də var ol. Sənin ürəyin Gözəl olsun. şeirlərinlə bizi feyziyab Sağ elədin. ol, Allah verişinizi xeyirli uğurlu eləsin, Allah Öpürəm. sizi var eləsin. Çox sağ ol, var olasınız. İndi bunu necə hazırlayaq belə? Bir dənə onun Baxın. dişimə çəkim. İndi Bu nədir? Bu soğançasıdır xəngəlin. Aha. Sadəcə içinə pomidor da vurulub ki, belə gözəl olsun. Yəni belə sevənlər belə yesin. İndi ya Belə elə sevməyənlər. Aha. Baxın, bu qurutdur. Qurut. O da o birisi də ordadır. Sarımsaq qatıq. Sarımsaq qat. İstəyən sarımsaq qatıqlı yesin, bununla yesin. İstəyən qurutlu Ha, yesin. sarımsaq qatığa ondan vururlar. Bundan da vursaq olar, fərqi yoxdur. Amma kənd çolpası da var görürəm. Belə eləyək də mənim əzizim. Bax, Siz belə necə? eləyək. Mən bunun Qurutla bax, yeyim. yarısına ondan eləyəcəm. Aha, Yarısına da o birindən. aha. Baba bu ortadan elə bir şey. Bir tərəfini qurutdu. Bu qurutdu. Bu qurutdu. Aha. O birisi tərəfini sarımsaqla mı eləyim? Aha. Özünüz Bu biri eləyirsiniz. tərəfində Özünüz eləyin. hansı sarımsaq? Bu biri tərəfində eləyirik. Sarımsaqla, Qatıqla. qatıqla, amma onun üstünə də o qursundan vuracaq ha. Sarımsaq qatıq. Bu da sarımsaq qatıq, onun üstünə ondan vuracaq. Yağa bax, yağa bax. Soğançasında kərə yağını. Nehrə yağdır bu. Kərə yağını. Nehrə. Aha. Süzəli xəngəl. O bahalı yerindən. Bu nə boyda düzədir? Ən bahalı yer. Tovuz cücəsidir. Bəs necə olmalıdır? Tovuz düzəsi. Ha. Mən də bunları Deməli bu sevdim. kartoşkadan qırıram. Yeyirəm birinci qurutdu tərəfini. Məncə qurutlu tərəfdə çox bəyənəcəksiniz. Hı? Sirtimdə böyüyən oğlana bax, sonra da cücəsinə qiymət ver. Aha, yaxşı. Birinci xəngəllə kartoşkanın dadına baxıram. Görüm nətərdir, sən də bir bax. Qara onun dadını necə bilinir? Elə yedin ki, Deyəcəm. mənim ağzım su axdı. Qara un. Şey. Görüntü adamdan alırıq. Görüntü. Qurutdu, kartoşka, bir də xəmiri. Nə gedər? Özdə qara xəmir. Əla. Qara xəmir hər samatda ələ düşmür ha. Hər samatda ələ düşmür. İmumumuz sizdən ötəri günü xanım dəyirmanda ödür. Mən qurutduğunu bəyəndim. Amma indi keçən bu tərəf nə idi? Sarımsaq qatıq. Sarımsaq qatıq. Ah, dərdini alim sən o. Aha. Amma həqiqətən super imiş. Halal da. Oy, oy. Əllərinə sağlıq, hadi əllərinə sağlıq. Mənim canım anam, əllərim Əziyyət, zəhmət, bax bu gözəl. Mənim gözəl O, böbüm, bu- Allah səni var Bu tərəf daha möhtəşəm oldu ya. Müşfiq mən sizə bir söz də deyim. Bizim eldə 100% rəylərdə yazacaqlar. Aha. Tovuz cəmaatı xəngəlin nə qaşıqla, nə çəngəllə əksər halda analarımız kimi əl. Doğrudan. Allah haqqı, əldir. Bizdə də pilovu əllə yeyirlər, amma indi biz efirdə indi olduğumuz üçün çəngəllə yeyirik deyirlər. Amma bir şey Amma- deyim, efirdə bəzi şeylərimizi göstərmək lazımdır ki, gələcək nəsil ondan bəhrələnsin. Mən bu Bəli. şeylər Güney xanım, bu aypara kimi ki böldük, bir tərəf qurutdu, Bir dənə sarımsaqlı. bir tərəf sarımsaqlı, bir də üstünə o
pomidor, soğan belə bir şey. Mənim o bir tərəf daha xoşuma gəldi. Bu pomidor, soğan, bir də Qatıq sarımsaq. qatıq sarımsaq. O qurut, yəni qurutun da öz yeri var, ləzzəti var. Mən Amma daha rayon bəyəndim. adamı olmağıma baxmayaraq mənim də qatıq sarımsaq xoşuma gəlir. İndi zövqlər müxtəlifdir. Amma qurutdu. Röstü soğan çalısı. Aha, indi o zövqə görədir. Zövqə görə. Bugün Tovuzun yuxarı Ölsüzlü kəndindəydik. Günər xanımın həyatında. Aşıq Günər xanım. Günər xanım, var olasınız, sağ olun. Belə gözəl qarşıladınız bizi komanda şəklində. Ümumiyyətlə insan olaraq siz elə bir insansınız ki, hər qapıda, hər bir evdə arzulanan bir gözəl insansınız. Öpürəm sizi. O da sizin ilk növbədə evdə aldığınız tərbiyəni darvazanın çölündə düzgün göstərməyinizdir. Öpürəm. Və eldə qoyulan hörməti düzgün şəkildə evlə bölüşməyinizdir. Allah sizi var eləsin. Öpürəm. Öpürəm. Var olasınız. Allah sizi var eləsin. Günər xanım, Ürəyimizi açdınız. öpürəm sizi. Bizim də balaca yüngülvarı hədiyyələrimiz olur sponsorlarımızdan. Sponsorlardan hədiyyəni verək. Və bu qalan xəngərimi də yeyim. Yallah. Bizim əziyyətimizə uyğun olaraq kətəmizdən Kətəyə yeyəcəm, hamısını yeyəcəm. Yolumuza qoyacağım onu. Sponsorumuz Qənaətin Məkanı. Respublikamızın hər bir yerində, kəndində, bölgəsində, şəhərində olan obamız, Oba Marketlər şəbəkəsindən bazarlığımız var. İstəsəz burada yuyucu vasitələr də var. Qalıb sizə Asimlə ikimiz kömək edə bilərik, qabları yumaqda da. Hər şey var burada. Və Ayınız çox olsun. çox sağ olun. Və bizim dadlı, ləzzətli çayı çaykasız düşünmək olmaz. Çayka şirniyyatları. Çayka şirniyyatlarının çoxlu çeşidləri var. Uşaqlar da, böyüklər də hamısı sevir çaykanı. Çünki çayka çox dadlıdır. Ondan sonra bizim vitaminli trend içkilərimiz, o da yalnız Oba Marketlər şəbəkəsindədir. Yəni tapmaq da ki çox asandır. Çünki Oba Marketlər hər yerdə var. Baş sponsor Lake City Yaşayış Kompleksi. Sponsorlar Oba Marketlər şəbəkəsi, Çayka şirniyyat məhsulları, Trend vitaminli içkiləri,